əziz izləyicilər, 6-cı sinif KSG 1 nümunəsi ilə qarşınızdayıq. Bu kimi KSG-lərin davamı gəlməsi üçün kanalımıza abunə olun və kanalımızı bəyənin, paylaşın. Bu nümunədir, forma belə deyil, sadəcə buna yaxın suallar sizə düşə bilər. Mətn və qapalı suallardan ibarətdir, açıq suallar da var. Gəlin mətnimizi oxuyaq. Bir gün məktəbdən evə qayıdan Əli, yolda yağış altında titrəyən, baxın, burada rəqəm qoyulub, deməli bundan sual gələcək. Balaca bir pişik gördü. Pişiyin tükləri islanmışdı, gözləri qorxudan dolmuşdu, Əli dayandı. Çantasındakı sendviçin yarısını çıxarıb pişiyə uzatdı. Pişik əvvəlcə ehtiyatla baxdı. Sonra asta-asta yaxınlaşıb yeməyə başladı. Əli onun qollarını alıb evə apardı. Köhnə bir qutunun içinə yumşaq parça saldı və burada qal, artıq sən tək deyilsən dedi. O gündən sonra pişik və Əli arasında dostluq körpüsü quruldu. Deməli, biri burada var, bir dənə də burada var. Hər səhər Əli məktəbə gedəndə pişik qapıya tərəf yüyürüb onu yola salırdı. Axşam isə pəncərənin arxasında gözləyirdi. Dərs oxuyanda pişik masanın üstündə oturur, Əliyə baxırdı. Sanki oxu, sən bacararsan deyirdi. Sanki Əli bunu hiss edir, sevincdən uçurdu. Əli də hər dəfə ona baxanda anlayırdı ki, mərhəmət göstərmək insanı zəif etmir. Əksinə, onu daha güclü və mehriban edir. Mətnin əsas fikrini ən doğru ifadə edən variantı seç. Hər kəs heyvan saxlamağı bacarmır. İnsan yalnız dostlarına qarşı mərhəmətli olmalıdır. Mərhəmət və qayğı insanı daha güclü və yaxşı edir. Bu uyğundur. Əli pişiyə kömək etməklə səhv etdi. Xeyir, mərhəmət bəzən zəif göstərmir. Mətndən sən Əli pişiyə kömək edərkən hansı insanı keyfiyyətini nümayiş etdirdi? Mərhəmət. Bizə mərhəmətdən danışır. Mərhəmət göstərmək insanı zəif etmir. Cümləsində mərhəmət sözünü aşağıdakı sözlərdən hansı ilə əvəz etsək, cümlənin mənası eyni qalmaz. Qayğı olar, səxavət olar, nəzakət olar, şəfqət olar, amma qorxu olmaz. Mətndə üzərində rəqəm qoyulmuş ifadələrdən məcazi olanlarını seçin. Burada sevincdən uçmaq məcazidir, dostluq körpüsü məcazidir. Deməli, cavabımız olacaq 3 və 5 B variantı. Əlinin davranışından çıxarılan nəticə yalnız heyvanlara münasibətdə deyil. Səncə bu hadisəyə qarşı biz hər kəsə mərhəmətli, qayğı ilə yanaşsaq, hər şey daha yaxşı olar. Dünya daha mərhəmətli olar. Bu yalnız və yalnız necə bu cavab deyil, açıq sual olduğuna görə siz istənilən bir cavabı oraya yaza bilərsiniz. Öz fikrinizə görə yaza bilərsiniz. Hansı sözün tələffüzü zamanı səs düşmə hadisəsi baş verir? Əzimkarda artır, əmioğulda düşür. Stadionda y artır. Kitab dəyişmir, samit dəyişmir. Tərkibində uzun sayda olan sözləri. Sözlə yox, söz olmalıydı burada. Yaşamaq uzanmır, cavab, soru, qorxu uzanmır. Marşda uzun sayt var. Biri düşür, digər uzun tələffüz olunur. Deməli, hansı sözün tələffüzü səhv göstərilib? Səhv göstərilən söz yazıq düzdür, xəritə düzdür, həvəskar dəyişmir, kətdə düzdür, vərəq düzdür. Tərkibində qoşa y, məsələn ədəbiyyat, niyyət, qiyyə və s. sözlər yaza bilərsiniz. Hansı sözün tələffüzü zamanı səs artımı baş verir? Səadətdə dəyişmir, bəraət dəyişmir, sual dəyişmir, yoxsul dəyişmir, amma radio sözündə y artır. Variantların birində yalnız mənsubiyyət. Yalnız mənsubiyyət ikinci saytını itirirsə, bu insana aid sözdən olmalıdır. İnsana aid sözlər deməli, xeyir deyil, sinif deyil, sətir deyil, nağıl deyil, ovuc, burun, çiyin variantı. Son samiti cingiltiri tələffüz olunur. Vuruqdur, çəltik olur, qucaq olur, səhəng olur, qatar sözü olduğu kimi qalır, r cingiltiridir. Hansı sözlərin tələffüzü dəyişmir? Baxaq, lampa dəyişmir, bu m olur, dəyişir. Hambal dəyişmir, bomba dəyişmir. Pambıq dəyişir, simfoniya dəyişmir.
Hansı qoşa samitlərin yalçı və tərəfsi fərqlənmir? Fərqlənir olmalıdır. Bu çap səhvidir. Fərqlənir D variantı QQ. Səhv yazılmış sözləri müəyyən edin. Burada PDF-ə çevrilib, ona görə PDF-ə çevriləndə müəyyən dəyişikliklər baş verib. Səhv yazılmış sözləri düzəldib yazın. Burada biri uşaqlar yazılmalıdır. Biri oğlanlar. Biri əziyyət alırlar. Bununla da bu videomuz bitdi. Növbəti videolarda görüşəcəyik. Hələlik.